İsmayıllı Təbiət MMC tərəfindən redaksiyamıza belə bir video görüntü göndərilib. Gördüyünüz bu ərazi İsmayıllı rayonunun Lahıc qəsəbəsi və Ərəkid kəndləri arasında lentə alınıb və MMC xəbərdarlıq edir ki, belə monitorinqləri rayonun bütün ərazilərində aparacaq və mətbuatla sıx əlaqəli şəkildə bu problemləri işıqlandıracaq. Eyni zamanda məqsəd belə antisanitar vəziyyətin aradan qaldırılmasıdır. Və gördüyünüz bu ərazidə indi görəcəksiniz çəkilişdən də doğrudan da zibilliklər var. Təbiətin qoynunda gözəl bir ərazidə belə antisanitar vəziyyətin olması heç də ürək açan deyil. Elə adını çəkdiyimiz Təbiət MMC də bunu rəhbər tutaraq əlaqədar qurumlara səslənir ki, belə vəziyyət aradan qaldırılmalıdır və belə halın davamlı şəkildə davam etməsi yol verilməzdir. Görün, həmən ərazini indi həvəskar çəkiliş aparan şəxs yaxınlaşdırır. Biz videonu olduğu kimi təqdim edirik və gələcəkdə çalışacağıq ki, onlara da daha peşəkar video çəkməsi üçün yardım edək. Və əraziyə diqqət edin, doğrudan da deyilən iddialar bir daha sübut edir ki, həmin ərazidə çox acınacaqlı bir vəziyyət var. Çuxurlara olmazın məişət tullantıları atılır. Ərazilər, yaşıllıqların üzərində görürsünüz plastik qablar, məişətdə istifadə olunan digər zibilliklər mövcuddur. Və eyni zamanda həmən Təbiət MMC iddia edir ki, Lahıc meşələrində də bu formada meşələr qırılaraq şəxsi təsərrüfatlarda istifadə etmək üçün aparılır. Odun kimi və sair kimi istifadə olunur. Bu video görüntünün də adı çəkilən MMC lentə alıbdır. Yayımı bəyənin, paylaşın. Biz də buradan səslənir ki, əlaqədar qurumlar təcili tədbir görsün, bu məsələ ilə bağlı aydınlaşdırsınlar vəziyyəti və qarşı tərəfində əlaqədar qurumların da mövqeyini dinləməyə, səsləndirməyə hazırıq. Biz izləməyə davam edin. Sağ olun, sağlıqla qalın.